Salam əziz müştərilər. Bugün sizə rulan laminator olan Bovay F350A modelini təqdim eləmək istəyirəm. Laminatorumuz professional segmentə aiddir. Hal-hazırda laminasiya plyonkalarını biz taxmışıq, amma belə deyək də aparata zapravka eləməmişik. Çünki laminasiya plyonkaları soyuq şəkildə, yəni aparat yandırılmamışdan qabaq taxılmalıdır. Hal-hazırda aparat sönüb. Ustamızdan xahiş eləyəcəyik, zapravka qaydasını bizə göstərsin. Zəhmət olmasa, o vaxta qədər də mən avadanlığın spesifikasiyalarından danışım. Avadanlığın üst valı dəmirdəndir, alt valı silikondur. Üst valın dəmir olmağı işin sürətli gedişatına birbaşa təsir eləyir. Çünki dəmir val daha tez qızır. Daha sonra 4 mm vallar aralanır. Qabaq vallı, qızan vallı aralana bilir. 4 mm qədər kağızlı laminasiya eləyə bilərsiniz. Burada da hətta yazılıb belə. 4 mm burada yazılıb. Əyilməyə qarşı funksiyası var, yəni kağız qarın verməsin. Adətən bu isti laminasiyalardan sonra yəqin ki, çoxun başına gəlib. Kağız laminasiyaya görə formasını dəyişir. Görürsünüz, laminasiya dediyim kimi soyuq halda zapravka olunur. Hal-hazırda ustamız taxdı, zapravkasını verdi. Üst valdır. İndi alt valda zapravka eləyəcək. Alt val qızandan sonra, tamam, alt val qızandan sonra zapravka olunur. Maşın sakit halda 105 dərəcəyə qədər qızmalıdır. Yəni işləmədiyi halda. Çünki 105 dərəcədən yüksək olsa, dəmir val çox qızacaq, onu yandıra bilər. İşə başlayacağımız vaxtda isə temperaturu qaldırır 120 dərəcə. Ondan sonra iş davam eləmək olar. Tamam, indi biz gözləyirik, hal-hazırda temperatur 28 dərəcədir. Biz gözləyirik 105 dərəcəyə qalxsın. Alt valı zapravka eləyirik və işə başlayırıq. Düzdür usta? O vaxta qədər mən əlavə funksiyasından danışım. Belə bir tormuz sistemi var. Açaşka sistemi var, laminasiya vermək üçün. Belə. Bu da perforasiya sistemidir. Laminasiyanın üzərinə gəlir, bir-birindən aralamaq üçün laminasiyaları. Onu da göstərəcək inşallah. Hal-hazırda gözləyək, qızsın laminasiyamız. Bəli, əziz müştərilər, baxın, hal-hazırda gəldi. Bizim temperaturumuz yerinə gəldi. 102 dərəcə. Artıq işə başlaya bilərik. Usta, alt rulonda zapravka eləyəcək zəhmət olmasa. Bu videonu çəkməkdə məqsədimiz odur ki, həm avadanlıqla tanış eləmək, həm də bəzi müştərilər müəyyən vaxtdan sonra unudurlar, bunu necə eləmək lazımdır. Yaxud işçi dəyişir, yeni gələn işçi bilmir, zapravkanı necə eləmək lazımdır. Ona görə belə video çəkmək qərarına gəldik ki, tüm müştərilərə izah eləyək ki, necə olur. Oradan valı var, oradan keçirtdik, buradan çıxardırıq. Aha. Bu qədər rahat. Oradan tormuzu taxmaq ehtiyacı var orada. Bir işləmək olaraq Alt valın tormuzu buradadır. Üst valı burada. ehtiyac var. Tamam. Üstündə. Tamam. Dış olmasın.
Kağızlar. Temperaturunu qaldırırıq biz. Təhlükəsizlik dəmiri olmadığına görə laminator ki onu taxmaq lazımdır. Yəni temperaturu qaldırdıq. 120'ye koyuyoruz. Biraz gözlüğü tam değilsin. Bu nə üçün usta daha ətraflı bir dənə izahını versən? Bir tərəfli laminasiya olanda, yəni üstten olanda, aşağıdakı istifadə olmayanda bunu divarlar açıq variantda getiririk ortalara ki işdən sonra, laminasiyadan sonraki vərəq belə qalmasın. Vərəq belə qalmasın, onu düz saxlayır. Onun üçün. Aydındır. Devam edebilirler yani. Hı. Kağızın olmadığını deyirdi. Hı. Neçən sürətli usta? Üçüncü sürətli. Temperaturu yüksəltdikcə sürət də artırmaq mümkün. Üçüncü sürət. Neçə sürəti var toplam? 9 sürət. Nəzərdə çatdırım ki, laminasiya eni 35 cm-dir. Maksimal eni laminasiya 35 cm qoya bilirik. Sürət həddi 10 metr dəqiqədədir. Avtomat rejimdə olanda maşında kağızın uzunluğunu vermək mümkündür. 70 cm-ə qədər. 70 cm-dən uzun olanda maşın səhv başa düşür və avtomatik olaraq saxlamış olur. Yəni burada görülən daçik hökmən boşalmalıdır, sonra kağız ötürülməlidir. Yəni, o ilə həm də kağızın sayını da sayır da. Sayını olur. Tirajı burada yazır ki, necə kağız buraxmış var. Bu şəkildə laminasiyalarımız görsünüz, gözəl olur. Kifayət qədər sürətli. Avadanlığa zəmanət verilir. Çatdırılma, quraşdırılma qiymətə daxildir. Əgər sizə maraqlıdırsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bizi həmçinin Facebook, WhatsApp, Instagram, YouTube üzərindən izləyə bilərsiniz. Kanala abunə olmağı unutmayın. Çox sağ olun, təşəkkürlər.